Rəqib komandanı qələbə münasibətilə təbrik edirəm. Ağır oyun oldu bizim üçün. Aydın məsələdir. Qarabağla səfərdə oynayırsan. Heç bir zaman bu oyunlar asan keçmir. Xüsusilə də bugün nəzərə alsaq, rəqib bəlkə də ən güclü, ən optimal heyəti ilə çıxış edirdi. Bu bizim işimizi biraz çətinləşdirirdi. Amma futbolçularım əla mübarizə apardılar. İlk saniyədən hakim final fitinə qədər ürəkli idilər. Qorxmadan rəqiblə mübarizə apardılar meydanda. Oyun rəqibin üstünlüyünə keçirdi. Bu oyundan öncə də bildik ki, oyun belə olacaq. Biz daha çox meydanın mərkəzində etibarlı müdafiə olub, rəqibi orada qarşılayıb, daha çox əks hücumlara bel bağlayırdıq. Hansısa məqamlarda alınırdı, hansısa məqamlarda alınmırdı, amma ümumən futbolçularımın çıxışına razı qaldım. Artıq 5-ci oyundur ki, Qarabağ bizə 9-cu gol vurur. Duran topdan, halbuki bilmirəm, bu tendensiya davam edir hələ də. Bunu qarşısına heç alan biri oyundan öncə də danışmışdı, amma yenə duran topdan fərqləndilər. Futbolçularımı təbrik eləmək istəyirəm. Son saniyəyə qədər inanırdılar, mübarizə aparırdılar. Bərabəri qolun vurmaq istəyirdilər. Çox yaxın idik. Olmadı. Mən bugün buradan komandamı və yaxud özümüzü məğlub hiss etmiş kimi ayrılmıram. Bugün biz bəlkə də bərabərliyə sonda layiq idik. Alınmadı, futboldur. Önümüzdəki oyunlara baxacaq. Bizim üçün qarşıda 7 biri-birindən vacib oyun var. İndi var gücümüzdən oyunlara hazırlaşacaq. Suallar. Rəşad bəy, penaltini qaçıran futbolçunu bağışlamaq olarmı? Nə olmur ki? Penaltini kim qaçırmır ki? Özüm də qaçırmışam. Digər ulduz futbolçular da qaçırdır, usta futbolçular da qaçırdır. Penalti elə bir epizoddur ki, tək penalti yox. Başqa da epizodlarımız vardı, qaçırdığımız epizodlar da vardı ki, yaxşı zərbə mövqeyinə çıxırdı futbolçularımız, amma daha çox rəqibin müdafiəçilərinə tuş gəlirdi zərbə və qapıçı uğurlu çıxış edirdi. Oyunumuz bir penalti ilə bağlı deyildi. Yaxşı fürsət idi, yaxşı şans idi. Çünki bilirsən, Qarabağ hesabı bərabərləşdirdin və yaxud hesabda irəli çıxdın, böyük təzyiqlə oynayır, amma vurub, qolu vurub, oyun bitmişdi artıq. Buradan ən az bir xalla ayrılmaq olardı. Yenə deyirəm, mən futbolçularımı bugün özlüyümdə məğlub olmamış kimi görürəm. Suallar. Rəşad bəy, qeyd edərik ki, penalti hamı vurmaya bilər, amma ötən mövsümdə biz Abraşmovlarla görürük ki, komandada penaltilərdə durmada təqdim çəkən futbolçular var. Burada bununla bağlayan ki, məşqlər olurmu? Yəni, Mənə görə penaltinin məşqi yoxdur. Penalti gərək oyun olsun ki, o futbolçu o təzyiq altında olsun ki, o təzyiqi hiss eləsin, vursun və daha çox orada məğlum olur. Məsələn, mən məşqlərdə 10 penaltidən onu vururdum, amma oyun zamanı böyük həyəcan keçirdirdim. Mən məşqdə sən 100-dən vur, o həyəcanı yaşamırsan. Və bu günləri ola bilsin ki, əslində yaxşı zərbəni yerinə yetirmiş, sadəcə o dirəkdən döndü. Ola bilsin ki, 95-ci dəqiqə vursan, oyun bitir, bir xalla ayrılırsan, aşırı bir təzyiq var üzərində qismətin, amma əslində qismət komandada çox kritik və uğurlu penaltilər yerinə yetirib. Mən penalti üzərində çox dayanmaq istəmirəm, çünki yenə düşünürəm ki, futbolçuların bugün layiqli mübarizə apardılar. Çox. İki futbolçuna qalsa, Lavalı bu mövsüm görə biləcəyini, bir də ən son transfer üçün hazırlıq görməyəcək. Ən son transferimiz 2 ay komanda məşqlərindən kənar qalmışdı və mən əvvəlki mətbuat konferansında bildirmişdim. Hazır olduqda komandanın oyunlarına qoşulacaq, amma bu transfer daha çox gələcəyə bağlı bir transfer idi. Əvvəlki illərdə də mən o qış aylarında da istirdim, yanvar ayında da istirdim. Sadəcə olaraq onda ortaq məxrəcə gələ bilmədik. Lavala gəldikdə müalicəsi gedir. Ola bilsin ki, son turlara yetişsin, amma nə dərəcədə hazır olacaq, olmayacaq, onu zaman göstərir. Düşərgədə müalicəsi gedir, əməliyyat olub və bərpası gedir. Mənə görə belə deyək də, bütün zirə yaranandan bugünə qədər ən yaxşı şeyləri görürük. Adətən komanda enişi yoxuşu olur, amma son oyunlar demək olar ki, stabil futbol oynuyor. Bu stabilliyi mövsümün axırına qədər qoyub saxlamaq. Zaman göstərəcək. Yəni, əslində biz stabil oynamamışıq. Haradasa birinci devrənin sonu və ikinci devrənin əvvəlində bizdə də uğursuz bir seriya var idi. 7 oyundan ibarət. 7 oyundan cəmisi birində qələbə qazanmışdıq. Ümumiyyətlə çempionatımızda qələbə qazanmaq çətindir, özünüz də görürsünüz. Hamı bir-birinə xal itirir.
və bugünkü xal ehtiyatımıza şükürlər olsun ki, geridə qalan turlarda bu qədər xal toparlamışıq. Bundan sonraki oyunlar da biri-birindən vacib, biri-birindən önəmli, rəqiblər üçün, bizim üçün. Qələbə qazanmaq, hər oyunda görürsən ki, çox güc sərf eləməlisən qələbə qazanmaq üçün. Doğru qeyd edirsiniz, mənim üçün də ən vacib olan oyundur, oyunun stabilliyidir. İndi nə dərəcədə qoruyub, qoruya bilməyəcək. Zaman, gələcəklə bağlı danışmaq həmişə mənə çətindir. Gələcəklə bağlı nəsə bir proqnoz verəmirəm. Zaman göstərəcək. Gedişat onu göstərir ki, fövqəladə bir vəziyyət olmasa Avropa kuboklara gedəcəksiniz. Bu heyət yetərlidir, yoxsa belirli bir plan var ki, əlavələr olmalıdır? Mən tanıyan bir insan kimi, yəni bir şey bitməmiş, bilinməmiş, rəsmiləşməmiş, mən o mövzuları danışmaram. Doğru olmaz, özümüzə qarşı doğru olmaz, rəqiblərimizə qarşı doğru olmaz. Və mən elə hesab eləmirəm ki, biz Avrokuboku təmin eləmişik. Qarşıda biri-birindən vacib oyunlar var, ağır səfərlər var, evdə güclü rəqiblərlə oynayacağıq. Və o yüzden də ağlımdan keçmir ki, biz təmin eləmişik. Mən bilmirəm, Avroliqanın birinci oyunu ay neçəsidir. İstər Avroliqa olsun, istər konferans olsun. Heç ona baxmamışam belə. Yəni, bütün fikrimizi vermişik oyunlara, işimizə. Allah nəsib eləyər, düşərik, ondan sonra bu sualı cavablayarım.